tez-tez məktəb direktorlardan soruşanda sizin məktəbimizin uğuru nədən ibarətdir? Əksəriyyəti belə göstəricilərdən danışır ki, bu il bizim məktəbimizdən filan qədər uşaqlar, bizim məzunlarımız filan universitetlərə, filan ali təhsil müəssisələrinə qəbul olunub. Ən yüksək bal toplayan şagirdlərimizin sayı bu qədərdir və s. Düzdür, bu əlbəttə ki, təhsillə, tədrislə bağlı olan proseslərdir və bu göstəricilər çox vacibdir. Amma eyni zamanda gəlin fikirləşək, bəs bu həmin məktəbdə, hətta nəinki əlaçı, zəif oxuyan da uşaq özünü necə hiss eləyib? Həmin məzun məktəbi tərk eləyəndə hansı hisslərlə bunu tərk eləyir? O qayıtmaq istəyərmi məktəbə? Ya da o, məsəl üçün, mənim tələbələrim həmişə deyirlər, çoxu deməzdim, amma bir nəfər də belə olsa deyəndə ki, mən məktəbimə heç vaxt getmək istəmirəm. Çünki mən orada keçirdiyim hisslər mənim üçün indiyə qədər travmatik hisslərə çevrilib.